Sizə bir misal verəcəm. Ola bilsin ki, biraz qəribə gələcək. Bir uşaq dünyaya gəlir, necə qardaş? Həmin uşaq valideynləri üçün çox sevimli olur, değil mi? İstərsə oğlan uşaq olsun, istərsə qız uşaq olsun. Valideynləri onun həddindən artıq çox sevirlər. Sonra körpəlik vaxtlarında. Gündən günə bu uşaq böyüyür. Böyüyür, boya başı çatır. Bir də görürsünüz ki, Allah qorusun, həmin o evlad çoxlu günahlar edir. Allah qorusun, çoxlu günahlar edir. Bu günahlar nəticəsində hətta onu kiçik olarkən çox sevən valideynlərinin gözündən düşür. Vallahi. Subhanallah. Hansı ki, ondan ötəri öyle deyək də nə qədər əziyyət çəkildilər. Nə qədər sevirdilər. O uşaq dünyaya təzə gələndə nə qədər sevinirdilər. Dünyada onlar üçün uşaqlar arasında şübhəsiz evlatlarıdır. Ən sevdiyi uşaq idi. İstərsə qız, istərsə oğlan. Subhanallah, pis nəticə. Fikir verin, günahlar insanı valideynlərinin gözündən salır. Vallahi. Sonra belə deyək, ailə qurub yoldaşıyla yaşayır bir müddət. Günahlar etdikcə Allah qorusun, yoldaşının gözündən düşür. Vallahi, qadının gözündən düşür. Allah qorusun. Yəni, qəzəbi və sevgini qəlbə qoyan Allahdır. Sevdirən də, nifrət etdirən də kimdir? Allah subhanahu teala. Bu məsələlər insanlara qayıtmır. Mən günah edirəmsə, bu günləri üzr istəyirəm çox-çox. Yoldaşım məndən qəzəblənirsə, məndən xoş gəlmirsə, məndən nifrət edirsə, mən bu gün özümü qınamalıyam. Yəni, burada yoldaşımlıq bir şey yoxdur. Burada ata-anamlıq bir şey yoxdur. Yəni, özümü qınamalıyam ki, mən bu günahlardan əl çəkim, subhanallah. O qəzəbi, o nifrəti yoldaşımın və valideynlərimin qəlbinə qoyan Allahdır. Fikrimi çatdıra bilirəm. Sonra insanın dostları var. Deyək ki, dostları var. İstərsə məktəb yoldaşları, istərsə iş yoldaşları. Bir də görürsünüz ki, onların arasında soyuqluq baş verir. Subhanallah. Subhanallah. Soyuqluq baş verir. Axı, mən sıraya günə kimi, dünənə kimi bu cünə deyildim. Nə oldu ki, mənim onların aramda soyuqluq baş verdi? Yəni, dünənlər mənimlə görüşən dostum, bu ilə mənimlə görüşəndə hiss edirəm ki, üzündən, mimikalarından nədir? Mənimlə artıq soyuq münasibət bəsləyir. Sizcə bunun səbəbi nədir? Pis aqibətidir. Günahların pis aqibətidir. Allah həmin o dostun, həmin o yoldaşı nədir? Qəlbinə onun nifrətini salır, Allah qorusun. İnsan Allahdan uzaqlaşdırsa, onun üzərinə başqa bəlalar nazil olur, Allah qorusun. Ona görə ki, insan bunu fikirləşsin ki, subhanallah, mən günah eləməyəcəm. Mən günah elədiysə, artıq mənimlə heç kim danışmaq istəmir. Doğma qardaşım belə. Biraz öncə dediyim kimi, evdə üzr istəyirəm, həyat yoldaşım, atam, anam, əmim, dayım, xalam, bibim, subhanallah, heç kim mənimlə əlaqə saxlamaq istəmir. Öz-özümə mən də fikirləşirəm ki, görəsən, bu nə səbəb? Siz deməyin, səbəb nəymiş? Günahlar. Necə ki, əsərlərdə keçir ki, sahabələrdən radiyallahu anhum bəziləri deyir ki, biz günahlarımızın nəticəsini evdə yoldaşlarımızda və heyvanlarımızda hiss edirik. Fikirirsiniz? Kişi özür istəyirəm, çöldə günah eləyir. Evə gələndə görür ki, qadın dəyişib. Qadın 180 dərəcə dəyişib, subhanallah. Siz demin o günah, çöldə etdiyi günahı Allah o qadının qəlbinə ilham edir. Subhanallah. Subhanallah. Həmin münasibət deyil. Dünən fərqli idi. Bugün biraz fərqlidir. Heyvanları, özür istəyirəm, atı, uzun qulağı, dəbəsi ona etibat eləmir. Amma dünən edirdi. Fikrimi çatdıra bilirəm, Mirzə qardaş. Öncə deyəm ki, fikrimi çatdıra bilirəm. Yəni, bir mənada bunlar nədir? Bunlar hamısı hara qayıdır? Günahlara. Ona görə sualın önündə dediyim kimi, hər birimiz günahkarıq. Hər birimiz xatakarıq, səhv edirik. Amma hər bir şeyin həddi var. İnsan gərək müəyyən bir yerlərdə dayansın. Hamımız günah edirik. Elhamdülillah, bu yaxşı imanındandır ki, insan soruşur ki, nə cür eləyim? Dediyimiz kimi, barakallahu fikum, Allahdan istəsin. Allahım, məni xilas elə, ya Rab. Allahdan gecə gündüz istəmək və Allaha dua etmək ki, Allah məni xilas elə. İnşallah ki, bu cür şeylər olarsa, inşallah Allahın izni ilə ümid edirik ki, uzaqlaşar günahlardan. Allah Teala hər birimizi günahlardan xilas etsin, ya Rab. Amin.